Xoş gördük. Necəsiz? Ümid edirəm yaxşısınız. Daha da yaxşı olmanız üçün nələr mümkün? Sizinlə mən yaşam koçu Aynur İsmayılovayam. Bugün sizinlə maraqlı bir mövzu haqqında danışacağıq. İstəyirəm sizə sual verim. Siz mən də varam deyə bilirsinizmi? Özünüz olaraq var olduğunuzu, özünüz olaraq öz bacarıqlarınızı, qabiliyyətlərinizi, xüsusi istedadlarınızı göstərə bilirsinizmi? Özünüzlə rahat ola bilirsinizmi? Özünüzlə xoşbəxt ola bilirsinizmi? Bunları yaşamaq sizdə mümkün olurmu? Bu suala cavab verin. Bir çox xanımlar ətrafla, ailə ilə, yaxınları ilə, əzizləri ilə o qədər məşğul olur ki, onlara o qədər özündən verir ki, onlar üçün əlindən gələni edir ki, özünə zamanı qalmır. Özü üçün nəsə etməyə zamanı qalmır. Övladları üçün hər şey edir, həyat yoldaşı üçün hər şey edir, onların istəklərini qarşılayır, valideynin istəklərini qarşılayır. Amma bir də dönüb baxanda görür ki, heç onun istəklərini qarşılayan yoxdur. Heç öz ehtiyaclarını çoxdan da özü qarşılamır. Sadəcə başqaları üçün əlindən gələni edir. Hamı üçün kim nədir edib onları xoşbəxt etməyə çalışır, onları sevindirməyə çalışır, onların ehtiyaclarını etməyə çalışır. Amma özü arxa planda qalıb. Mən də varam deyə bilmir. Bugün sizinlə özümüzü reallaşdırmaq haqqında danışacağım. Xüsusilə xanımları dəvət edirəm. Bugün çox maraqlı bilgilər bölüşəcəm sizlə. Özümüzü reallaşdırmaq nə deməkdir? Bizim özümüzü reallaşdırmağımıza nələr mane olur? Hansı maneələr var? Bunları sizlə bölüşəcəm. Və bunları aradan qaldırmaq üçün biz nələr edə bilərik? Sizin üçün maraqlı texnikalar paylaşacağım, real həyat nümunələri deyəcəm. Siz də baxın, burada özünüzdən nələrsə görürsünüzsə, analiz edin, fərqində olun. Və sonra isə probleminizi görsəz, onu həll etmək üçün sizlə bölüşdüyüm o texnikalardan istifadə edin və siz də mən də varam demək üçün bugün bir addım atmış olun. Gəlin başlayaq. Özünü reallaşdırmaq. Bugün bundan danışırıq. Özünüzü reallaşdırmaq sizin üçün nədir? Siz özünüzü necə reallaşdırmısınız və yaxud da necə reallaşdırmaq istəyirsiniz? Bu əslində bir mənalı deyil. Burada çox tərəfdən reallaşdırmaq var. İndi baxaq görək sizdə cavablar nədir? Özünüzü reallaşdırmaq deyəndə istəyiniz necə reallaşdırmaqdır özünüzü? Cavabınızı yazın. Sonra mən sizlə bölüşəcəm. İnsan, xüsusilə də xanımlar, özlərini hansı tərəfdən necə reallaşdıra bilərlər? Və niyə özünüzü reallaşdıra bilmirsiniz? Buna hansı əngəllər var? Bu əngəlləri də sizlə bölüşəcəm təbii ki. Bugünkü mövzumuz niyə özümü reallaşdıra bilmirəm? Siz bugün bu əngəlləri görəcəksiniz, bu blokajları görəcəksiniz. Bunları görəndən sonra isə həll yolunda mən sizlə bölüşəcəm. Sizə qalır sadəcə addım atmaq. Ən kiçik addımı atsaz, davamı sizin üçün asan olacaq. Mən çox arzuma çatmışam, qalıb iş arzum. Aha, işdə özünü reallaşdırmaq. Demək, sizin istəyiniz özünüzü işdə reallaşdırmaqdır. Başqa necə reallaşdırmaq var? Qadın özünü nələrdə reallaşdıra bilər? Misal üçün, siz özünüzü nələrdə reallaşdırmışsınız? Cavablarınızı bölüşün. Xanımlar üçün də fikir olsun ki, mən özümü nələrdə reallaşdıra bilərəm. Yəni, vacib deyil ki, insan hər bir sahədə özünü reallaşdırsın. İstəyiniz nədirsə də o yöndə ilk addım ata bilərsiniz. Sanki natamam onu həll etsəm əla olar. Aha, siz bu sahədə özünüzü reallaşmamış hiss edirsiniz. Bununla bağlı inşallah ki, bugün məni dinləyərsiniz. Burada öyrəndiklərinizdən özünüzdə analizlər apararsınız, fərqindəliyiniz olar. Problemləri görərsiniz və addım atmaq üçün nələr etmək olar, bunu özünüzdə müəyyənləşdirərsiniz.
Arzu edirəm ki, bugün məni dinləyənlər buradan bu webinarın sonunda öyrəndiklərini həyatında tətbiq etsin və gözəl nəticələr arzu etsin. Əgər bunu etsəz, mütləq ki, hər birinizdə bu nəticə olacaq və bu niyyətlə də mən bu webinarı sizin üçün keçirdirəm. Uğurlar arzulayıram hər birinizə. Gəlin başlayaq. Baxın, qadın özünü necə reallaşdıra bilər? Misal üçün, şəxsi reallaşdırmaq. Nə edə bilərik? Mən kiməm sualına cavab vermək. Bəzən xanımlar hətta özünü tanımırlar. Yəni, bunu demək biraz pis çıxır. Amma özünün istəklərini, özünün maraqlarını belə tam anlamır. Özünün bu həyatda hansı mövqedə olduğunu belə tam anlamır. Sadəcə müəyyən rol daxilində özünü aparır. Ondan nələr tələb olunursa da onları edir. Amma özünü reallaşdırmaq tək bu deyil axı. Amma özünü reallaşdıran xanım, yəni mən kiməm sualına cavab verə bilər. Necə cavab verə bilərik biz buna? Özünü tanıyır, öz hisslərini anlayır, sərhəd qoymağı bacarır və öz daxili səsini susturmur. Bunu necə etmək olar? Özümüzü müşahidə etməklə, müəyyən terapiyalar almaqla, öz daxilimizi daha yaxşı görməklə, gündəlik yaza bilərik bunun üçün. Hər gün müəyyən qədər özümüzlə bağlı nələrsə yaza bilərik. Tək qala bilərik, özümüzlə danışa bilərik, daxili dialoqumuzu təkmilləşdirə bilərik, özümüzlə söhbət edə bilərik və s. İkincisi, emosional reallaşma. Emosional reallaşma nədir sizcə? Fikirlərinizi bölüşün. Sizcə emosional reallaşma nədir? Əgər bir insan özünü emosional reallaşdırıbsa, bu nə deməkdir? Bilmirsinizsə, mən sizə deyim. Emosional reallaşdırma öz hisslərini yaşamağa icazə verməkdir. Bir çoxları öz hisslərini yaşamağa özünə icazə vermir. Hisslərini boğur, saxlayır və bu isə hətta xəstəliklərə belə səbəb ola bilər. Söhbət yalnız müsbət emosiyalardan getmir, mənfi emosiyalardan getmir. Hər ikisini balanslı şəkildə yaşamağı bacarmaqdır, özünü reallaşdırmaq. Məsəl üçün, bir çox qadın öz ağlamağını gizlədir, öz yorğunluğunu bastırır, özünü güclü göstərməyə çalışır, amma əslində bəzən yorulur, bəzən zəif düşür, bəzən nələrisə çatmır gücü. Amma bunları gizlətməyə çalışır. Demək ki, o emosional reallaşmaya nail ola bilməmiş bir insandır. Yəni, özünü emosional reallaşdırma nədir? Öz hisslərini yaşamağa özünə icazə vermək. Bəzən sevgini belə insan yaşaya bilmir. Demək ki, özünü emosional reallaşdırmıyor. Bəzən, hətta bəzi qadınlar var ki, öz övladlarına düzgün sevgi verə bilmir. Demək, o da emosional reallaşdırma özündə aparmayıbdır. Həyat yoldaşına öz sevgisini düzgün ifadə edə bilmir. Burada da emosional reallaşma demək ki, yoxdur. Ona görə də nə etmək lazımdır emosional reallaşdırmaq üçün? Hissləri ifadə etmək lazımdır. Emosional boşalma arada olmalıdır. Ağlamaq istəyirsən ağla, üzüntünü burax. Yəni, hər bir hiss insan üçündür. Əsəbləşəndə əsəblərini burax. Yəni, amma bir şərtlə ki, başqalarına ziyan vermə. Bədənimizlə işləmək. Bəzən insanın emosiyaları bədəndə yığılır, qalır və dediyim kimi bu xəstəliklər də səbəb ola bilər. Hətta köklüyə səbəb olur, müəyyən başqa bir problemlərə səbəb ola bilir. Meditasiyalar edə bilərsiniz, nəfəs texnikaları edə bilərsiniz. Bu sizin emosiyalarınızın daha yaxşı üzə çıxmasında faydalı ola bilər. Bilin ki, hisslərini boğan insan, mən indi xanımlara müraciət edirəm də xüsusilə də, hisslərini boğan qadın zamanla özünü də boğmuş olacaq. Özünüzü boğmayın. Sonra əsasən reallaşdırma deyəndə çoxumuz bunu düşünürük də, karyera tərəfindən, peşə tərəfindən reallaşdırmaq. Yəni öz potensialını həyata keçirmək. Əsas budur. Bu mövqedə mən sizin əngəllərinizlə bağlı daha çox danışacağam. Yəni o birisilərlə bağlı sizə dedim ki, nələr edə bilərsiniz. Karyera cəhətdən, yəni peşə cəhətdən reallaşdırma. Misal üçün,
biznes qurmaq, şəxsi brendini yaratmaq, misal üçün kiməsə nəyisə öyrətmək, müəllimlik etmək, yaradıcılıq, nə eləsə əl işləri ilə məşğul olmaq və s. bunlarda özünü reallaşdırmaq, liderlik qabiliyyətləri, bu nə ola bilər, misal üçün idarəçilik və s. hardasa bir rəhbər mövqeyindəmi olmaq, nəmi? Yəni xanımlar bunların hər birində özünü reallaşdıra bilərlər. Əslində hər birimizin içində o potensial var. Sadəcə olaraq hər kəs özünü nədə görür, bunu bilməlidir. O əvvəlki reallaşdırmalar dedim ha sizə. Onlar olanda artıq bu reallaşma onun növbəti bir mərhələsi olaraq insanda olur. Amma onlar reallaşmadıqca biz bu reallaşmaya heç gəlib çata da bilməyəcəyik. Yəni də deyirəm, nə edə bilərik? Biznesdə xanım özünü reallaşdıra bilər, şəxsi brendini qura bilər, müəllimlik edə bilər, yaradıcılıqla məşğul ola bilər, liderlik edə bilər. Burada nələr lazımdır? Qısa olaraq deyim, amma daha dərin olaraq da mən bununla bağlı sizlə fikirlərimi bölüşəcəm, sizə izahlar verəcəm. Qorxularımızla işləmək lazımdır, özümüzə görünməyə icazə verməyimiz lazımdır. Lazım olan kiçik addımları atmaqdan çəkinməməliyik. Disiplinimiz olmalıdır və davamlılığımız olmalıdır. Bunlar hamısı yerində olanda biz özümüzü daha yaxşı reallaşdıra biləcəyik. Problem nədir? Bir çox qadın niyə başlaya bilmir? Çünki bizim çoxumuzun daxilimizdə mən kifayət deyiləm qorxusu var. Bu da bir çox səbəblərdən qaynaqlana bilir. Uşaqlıqdan ola bilər, ətrafdan ola bilər, özümüzün çox yük üzərimizə götürməyimizdən ola bilər ki, özümüzü reallaşdırmağa da resurslarımız qalmır. Və qadın enerjisində reallaşmaq, qadınlarla bağlı deyirəm, qadın özünü necə reallaşdıra bilər bu cəhətdən, özünü hiss etməklə, öz bədənini qəbul etməklə, öz yumşaqlığını və öz gücünü balansda saxlamaqla, ümumiyyətlə biz özümüzü balanslayanda, öz duyğularımızı görəndə, öz daxilimizə yönəlməyə bacaranda qadın enerjimizi də reallaşdırmış oluruq. Bunu necə edə bilərik? Özümüzə qayğı göstərə bilərik, öz bədənimizlə düzgün bağ qurmağımız lazımdır, rəqslər edə bilərik, xüsusilə xanımlar rəqs edərək öz bədəni ilə daha gözəl əlaqə qura bilir. Qadın dairələrinə qoşula bilərsiniz, qadın çəmbərlərinə qoşula bilərsiniz və özünüzü gözəl hiss etmək üçün əlinizdən nə gəlirsə edə bilərsiniz. Misal üçün, bəzən alış-veriş edir xanımlar, güzgüdə bəzənmək və s. bunlara bir çox şeylər aiddir. Ana kimi özünü reallaşdırmaq, bu da xanımların bir çoxunda istəkdir. Təbii ki, ana olmaq istəməyən xanımlar da var. Amma istəyi olan xanımlar üçün ana kimi reallaşdırmaq da onların bir reallaşdırma istəyidir. Yəni, özünü itirmədən ana olmaq. Bir çox ana bunu bacarmır. Bəzən özünü yetərsiz hiss edir. Bəzən hətta özünü hələ uşaq mövqeyindən qaldıra bilmir. Özünü reallaşdıran ana necə olur? Öz övladına da sevgi verə bilir, özünü də qoruya bilir. Bəzi analar deyir ki, misal üçün, mən ana olaraq övladıma yetərincə sevgi verə bilmirəm, ana olaraq onlara qarşı bəzən daha kobud ola bilirəm, onları incidə bilirəm və s. Burada artıq zədələnmələr olur. Bəs əsl reallaşmış ana necə olur? Öz günahkarlıqları ilə işlənmiş ana olur. Hansı ki, dediyim kimi, biz özümüzü yetərsiz hiss eləyəndə, ana kimi düzgün vəzifələrimizi yerinə yetirməyəndə bu bizdə yarana bilir. Və bu günahkarlıqlarla işləmək, özümüzə vaxt ayırmaq, yalnız özümüzü övlada həsr etmirik, özümüzə də zaman ayırırıq. Dəstək almağı bacarmaq, çünki ana olan qadınlar bəzən elə olur ki, tükənə bilir. Çünki uşağa baxmaq elə də asan bir şey deyil. Ona görə də dəstək almağı da bacarmaq lazımdır ki, sən daha resurslu bir ana olasan. Və öz sərhədlərini qorumağı bacarmaq. Sərhədlərimizi də qorumağı bacaranda bu çox gözəl olacaqdır. Və ruhsal reallaşdırma. Ruhsal reallaşdırma nə deməkdir? Öz daxilinə bağlanmaq.
sakit ola bilmək, yəni huzuru duya bilmək, həyatda məna tapa bilmək, daxili güvən hissində olmaq, yəni ruhsal olaraq özümüzü rahat, gözəl, yaxşı hiss eləmək. Bu da bizim ruhsal reallaşmağımızdır. Necə edə bilərik bunu? Dualar etməklə, öz ibadətlərimizlə, meditasiyalar etməklə, təbiətdə olmaqla, şükür praktikaları etməklə və daxili səssizliyimizi qorumağı bacarmaqla biz bunlara nail ola bilərik. Bunların hamısı mümkündür, amma bir çox qadın bunları etməkdə çətinlik çəkir. Əngəllər olur insanda. Bəs bu əngəllər nələrdir? Gəlin bunlara baxaq. Niyə biz özümüzü reallaşdıra bilmirik? Nə baş verir? Niyə biz bunu bacarmırıq? Gəlin bunlara baxaq. Sizcə əngəllər nələrdir? Siz deyin mənə əngəllərinizi. İndi mən də sizə 7 əngəl deyəcəm ki, hansı ki bunları siz tanıyın və bunlar üzərində mütləq işləmək lazımdır ki, siz özünüzü reallaşdırasınız. Gəlin baxaq. Yazın fikirlərinizi. Aha. İndi isə mən sizə əngəllər deyəcəm. Birincisi, uğur qorxusu. Bu nədir? Bir çox qadın, ümumiyyətlə bu kişilərə də aiddir. Mən indi qadınlarla deyirəm bunu. Uğursuzluqdan qorxur. Uğurdan qorxur. Yəni uğursuzluq düzdür, öz yerindədir, amma çoxumuz uğurdan qorxuruq. Yəni ilk bizim əngəlimiz uğur qorxusudur. Yəni uğur qazanmaqdan qorxuruq. Çünki uğur qazanmaq görünməkdir, fərqlənməkdir, dəyişməkdir. Amma bizim şüuraltımız deyir ki, mən uğur qazansam, bəzən məni qəbul etməzlər. Bu bizdə qorxuya səbəb olur və ona görə də biz özümüzü reallaşdıra bilmirik. Bax, bu uğur qorxusu bizim birinci əngəlimizdir ki, bizim özümüzü reallaşdırmamıza mane olur. Bununla bağlı nə edə bilərik? Sizə texnika deyirəm. Misal üçün bir kağız götürə bilərsiniz. Reallaşdırmaq istədiyiniz nədir? Nələrə özünüzü reallaşdırmaq istəyirsiniz? Misal üçün hansısa bir sahədə işmi qurmaq istəyirsiniz və yaxud da nəsə etmək istəyirsiniz. Burada qarşınızda bir məqsəd var da ki, mən bunu eləmək istəyirəm. Amma uğur qazanmaq sizi qorxudur. O zaman deyirsiniz ki, burada mən özümü reallaşdırsam, mən bu dediyim şeyi etsəm, ən pis nə olacaqdır? Onu yazırsınız. Ən pis nə olacaq bunu yazırsınız. Artıq görürsünüz ki, burada sizi qorxudan nələrdir. Və mən bunun öhdəsindən gələ bilərəmmi? Necə gələ bilərəm mən bunun öhdəsindən? Artıq siz yazdıqca, cavablarınızı tapdıqca bu sizdə aradan qalxa bilər və siz addım atmaq üçün cəsarət tapa bilərsiniz. İkincisi, əngəlimiz nə ola bilər? Öz istəyini bilməmək. Bir çoxumuz o qədər başqalarının istəklərini yerinə yetiririk ki, öz istəyimizi bilmirik. Yəni, uşağımızın, həyat yoldaşımızın, anamızın, ailəmizin və s. dediyim kimi onların hər bir qayğılarını edirik, əlimizdən gələni onlar üçün edirik. Artıq özümüzü itiririk, özümüzə nə lazım olduğunu bilmirik. Özümüzün nədə bacarıqlı olduğunu unuduruq, hansı qabiliyyətlərimiz olduğunu unuduruq, nələrdən necə istifadə edərək nə əldə edə bilərik, özümüzü necə reallaşdıra bilərik. Artıq bunu düşünmək bizdə uzaq bir şey olur da, o qədər başımız qarışır ki bu qayğılara. Nə istədiyimizi unuduruq və ona görə də heç reallaşdırma haqda da düşünə bilmirik. Ona görə də birinci özümüzə mən nə istəyirəm sualını vermək lazımdır ki, sonra nə ilə bağlı reallaşdıracaq özümüzü, bunun qərarını verə bilək. Məsəl üçün sizə nə deyim? Özünüzə bir sual verin. Əgər heç kim məni mühakimə etməsəydi, üzərimdə bu qədər yük olmasaydı, mən nələr etmək istəyərdim? Nələrlə məşğul olmaq istəyərdim? Nədən zövq alardım? Nədə faydalı ola bilərdim? Bunların cavabını tapırsınız və bununla bağlı özünüzü necə reallaşdıra bilərsiniz? Onunla əlaqəli addımlar ata bilərsiniz. Bəzən
biz yorğun olmuruq. Bəzən biz öz həyatımızı yaşamırıq deyə reallaşa bilmirik. Üçüncüsü, perfeksionizm, yəni mükəmməli istəmək, ən mükəmməliyini istəmək. Bu da bir qorxuyla bağlı bir şey olur əslində. Biz deyirik mükəmməl olmalıyıq, tam hər şey yaxşı olsun, sonra mən bu reallaşdırmaq istədiyim nəsə də onu yerinə yetirim. Bu da artıq nə edir? Bizi sonraya saxlamağa vadar edir. Bununla da biz özümüzü reallaşdıra bilmirik. Qoy o da olsun, qoy bu da olsun, qoy bunu da düzəldim. Misal üçün kimsə nəsə bir iş qurmaq istəyir. Qoy bu təlimi də alım, qoy bu şeyi də düzəldim, qoy bunu da öyrənim və s. Daha yaxşısını biləndən sonra mən ortaya çıxaram, reallaşaram. Amma zaman keçir, bəzən olur əngəl, başqa əngəl yaranır və s. Artıq biz o istədiyimizi reallaşdırmaq da istəmirik. Ona görə bir məqsəd qoymaq lazımdır. Ən kiçik edə biləcəyiniz nəticədə onunla başlamaq lazımdır. Artıq yola çıxdıqca bu reallaşdırma yolunda orada görsəz ki, nə çatışmır, orada nə problem yaranır, onu elə yolun özündə həll etməyə başlayarsınız. Yəni mükəmməllik istəyi bizi geriyə sala bilir. Məndə də bu müəyyən qədər var. Bunun üzərində işləyirəm. Bəzən deyirəm ki, hər şey daha yaxşı olsun, sonra bunu edim. Amma sonra özümün üzərinə gedirəm, deyirəm ki, sən başla. Görsən ki, nəsə alınmır, onu sonra düzəldərsən. Yavaş-yavaş bununla bağlı işləyirəm. Bu uşaqlıqdan da qaynaqlanır. Misal üçün mənə uşaqlıqdan valideynim həmişə deyib ki, əla qiymət almalısan, 4 ala bilməzsən, hər şey yaxşı olmalıdır. Ona görə də mən artıq bu mənim şuur altımda qalıb və istəyirəm ki, hər şeyin yaxşısını edim, yəni bacardığım qədər. Yenə də əlimdən gələn qədər çalışıram ki, bu perfeksionizmi də çox da həddini artırmayım. Amma müəyyən qədər də üzərində işləyirəm. Yenə də çalışıram ki, təqdim etdiyim nədirsə də yaxşı şəkildə qarşı tərəfə təqdim edə bilim. Yəni mənim üçün keyfiyyət önəmlidir. İşimdə də, hər bir şeydə də. Amma biz mükəmməl olmalıyam deyəndə çox detallara ilişsək, irəli gedə bilməyəcəyik. Burada demək istədiyim bunlardır. Səhv etməməliyəm, birdən nəsə alınmaz, birdən belə, elə. Bu da bizim özümüzü reallaşdırmamıza mane olan ən böyük əngəllərdəndir. Və nəticədə heç nə başlaya bilmirik, elə ilişib qalırıq. Misal üçün, bunu elə sosial mediada nələr etmək istəyənlər varsa da onlara da aid etmək olar. Bəzən insanların hansısa bacarıqları olur, sosial mediada özlərini göstərmək istəyirlər, bununla bağlı addım atmaq istəyirlər, amma deyirlər ki, birdən səhifəm yaxşı olmaz, birdən nə bilim görüntü yaxşı olmaz, birdən danışığımda nəsə olar. Məsəl üçün mən baxıram, blogerlər var müəyyən fərqli mövzularda. Çıxırlar, tutalım ki, biri öz saç düzümləri ilə bağlı blog qurur, biri nə bilim paltarlarla bağlı. Baxanda görürsən ki, orada hər şey elə də mükəmməl deyil. Amma onların o səmimiyyəti, onların o duruşu, onların nəyisə çatdırmaq istəməyi onlara ətrafdan sevgi yaradır. Çünki onlar dəyər qatırlar və bu o mükəmməlliyi gerdə qoyur. Və insanlar onları izləyir, onlarda nələrsə qəbul edə bilir. Ona görə də çox da mükəmməl olmağa çalışmayın. Ən əsas odur ki, mən necə dəyər qata bilərəm insanlara, mən necə faydalı ola bilərəm. O özümü reallaşdırdığım nədirsə də bununla bağlı özümə necə faydalı ola bilərəm, ətrafa necə faydalı ola bilərəm. O zaman müəyyən qədər bəzi şeylərin öhdəsindən gələ bilərik. Misal üçün, burada nə deyə bilərik texniki olaraq? Tutalım ki, mən ən kiçik bu yolda hansı addımı atıb başlaya bilərəm. Başlamaq üçün edə biləcəyim birinci şey nədir? Bunu başlayırsınız, davamını özünüz üçün gətirirsiniz. Yolda nəsə çıxsa, onu həll etməyə çalışırsınız. Dördüncüsü, enerji tükənməsi. Bir çox qadınlar, dediyim kimi, o qədər hamıyla məşğul olur ki, enerjisini səpələyir. Və artıq özünün enerjisi qalmır. Hamının dərdini daşıyır, hamının ehtiyaclarını qarşılayır, hamının yükünü daşıyır, amma özünü qidalandırmır. Bu zamanda nə olur? O reallaşdırmaqla bağlı heç bir enerji onda olmur ki, o dediyim o sahələr var idi ki, onları reallaşdırım. Yəni, onları reallaşdırmaq üçün o güc, o enerji artıq onda olmur. Elə deyir ki, işlərimi bitirdim, vəzifələrimi elədim, gedim nəfəs alım, yatım. Bəzən heç yatmağa belə özünə düzgün zaman ayıra bilmir xanımlar. Nə etmək lazımdır? Bilin ki,
Əgər biz boş olsaq, yəni belə deyək də, bir stakanda əgər stakan boş olsa, o necə ətrafa su tökə bilər? Yəni ona görə də biz boş qalmamalıyıq. O enerjimizdən özümüzə də saxlamalıyıq ki, biz həmin o enerjimizdən özümüzü də müəyyən qədər reallaşdıra bilək. Özümüzü sulaya bilək, ətrafı sulaya bilək, yəni hansısa bir dəyəri, bir faydanı qata bilək, özümüzlə bağlı o sahələrin hansındasa bir reallaşma apara bilək. Nə edə bilərik? Bax, dedim ki, enerjimiz sərf olunur ətrafa. Bir enerji auditi eləyə bilərik. Məni dolduranlar nələrdir? Məni tükəndirənlər nələrdir? Bunların bir siyahısını çıxardın özünüz üçün. Misal üçün, nələr məni doldurur? İndi hər kəs üçün bu fərqlidir. Adam var ki, mən musiqi dinləyəndə biraz yorğunluğum çıxır. Adam var ki, mən biraz tək qalanda biraz özümə gəlirəm. Adam var ki, mən gündə bir 10 dəqiqə yürüyüş eləyəndə elə bir sanki enerjim yenilənir, bərpa olunuram. Adam var dualar etməklə, adam var meditasiya etməklə. Adam var oturur öz üçün nəsə bir yaradıcı işlə məşğul olur da, nə deyim sizə. Məsəl üçün şeir mi yazır? Əslində bu da özünü reallaşdırmaqdır, amma daha böyük reallaşdırmalardan da söhbət gedir də. Nə bilim, nəsə bir bujuteriya mı hazırlayır, nəsə hörür, toxuyur, nəsə bir şey tikir, əl işi hazırlayır, bir şəkil çəkir. Ən azından bir mandala rəngləyir. Nə bilim, çox şey ola bilər. Kiçik edə biləcəyinizi edin, onda reallaşın ki, daha böyük reallaşmalara bu sizin üçün yol olsun. Yəni enerjinizi bərpa etmiş olasınız. Yəni baxın, sizi dolduranlar nələrdirsə də onları yazırsınız. Sonra məni tükəndirənlər nələrdir? O yazdıqlarınızın ən azı birini isə də edin ki, o enerjinizi yavaş-yavaş bərpa edin. Və sonra da artıra bilərsiniz bunları. Və məni tükəndirənlər nələrdir? Misal üçün, ətrafımda olan toksik insanlar, hansı ki, onlarla ünsiyyət sizi tükəndirə bilir. Sərhəd qoya bilməmək, hamının dediyinə hə demək, hamının hər işini görmək və yaxud da həddindən artıq məsuliyyət götürmək. Öz məsuliyyətim qalırmış kimi bəzi xanımlar bunu edirlər. Yoldaşın da məsuliyyətini üzərinə götürür, övladın da məsuliyyətini üzərinə götürür. Misal üçün, bəzi analar var, deyir ki, övladının tutalım ki, 11 yaşı var, 12 yaşı var, deyir, mən övladımın çantasını mən yığıram. Niyə bunu edirsiniz? Etməyin. Bu sizə aid deyil. Bu sizin əlavə vaxtınızı, enerjinizi alır. Vaxtımızı çox vaxt biz lazım olmayan şeylərə sərf edirik. Bu bizim enerjimizi tükəndirir. Yəni baxın, görün nələr sizin enerjinizi tükəndirir. Həddindən artıq məsuliyyət, özünü sübut etmə istəyi, bəzən bu da bizi çox yorur. Ətrafdakı insanlara hər dəfə özümüzü sübut etməyə çalışırıq. Yox, bu belə deyil, yox, elə deyil. Sanki hamını susturmalıyıq ki, qoy məni pis görməsinlər də. Görsünlər ki, yox, mən yaxşıyam, yox, mən bacarıqlıyam, yox, mən beləyəm. Bu da əslində uşaqlıqdan bəzən qaynaqlanır ki, necə ki, bizdən bunlar tələb olunurdu deyə biz böyüyəndə də bunu etmək istəyirik. Hamıya özümüzdən çox vermək istəyirik. Bu da bizim enerjimizi tükəndirə bilir. Bunu da özümüzə etməyək, bizi tükəndirənləri görək, bizi dolduranları görək, tükəndirənləri yavaş-yavaş azaldaq, dolduranları isə çoxaldaq. Bu da bizim enerjimizi bərpa edəcək və bizim də özümüzü reallaşdırmağa enerjimiz artıq yığılacaq və biz bunu da sərf edə biləcəyik. Aha, baxın görün sizin həyatınızda hansı tərəf daha çoxdur. Əgər sizi tükəndirən tərəf çoxdursa da mütləq bunun üzərində işləmək lazımdır. 5-incisi dəstəksiz mühit. Bəzən biz özümüzü reallaşdırmaq istəyirik, enerjimiz də var, hər şeyimiz də var, amma ətrafdan bizi dəstəkləyənlər yoxdur. Bəzən valideynlər bizə əngəl olur, bəzən həyat yoldaşları bizə əngəl olur, bəzən olur ki, məcbur bu reallaşdırmaq üçün biz nələrdənsə keçməli oluruq və bu əngəllər, bu dəstəyin olmamağı, yəni məsəl üçün valideyn sənə dəstək olmur, həyat yoldaşdır ki, nə edirsən sən bunu edib? Əşi, bundan nə çıxacaqdır? Nə bilim, lazım deyil. Məsəl üçün, adam var ki, tutalım, universiteti bitirib, əlində peşəsi var, sənəti var. Amma əslində bəzən bunu istəyərək də deyirlər insanlar. Məsələn, həyat yoldaşı da deyir ki, mənim maddi imkanım yaxşıdır, sənin üçün hər şey yaradıram, nə edirsən sən işləyib? Yəni, sənin üçün mən hər şey verəcəm də, sən heç işləmə. Bu da onun o karyera tərəfdən özünü reallaşdırmağına əngəl olur. Artıq ona dəstək olmur. Amma bəzi kişilər var ki, hətta tələbə olaraq oxumağına dəstək olur, sonra iş tapmağına dəstək olur. Bəzən öz yanında belə işə düzəldir və o onun karyera cəhətdən özünü reallaşdırmağına kömək olur. Valideynlər dəstək olmur bəzən övladlarına özünü reallaşdırmaqda. Misal üçün, kimsə təhsil almaq istəyir, buna əngəl yaradır. Məsəl üçün, mənim bir peşə liseyində tələbəm var idi. O deyirdi ki, mən istəyirdim universitetə iş vermək,
Amma mənim valideyn dedi ki, sən qızsan, sənin üçün oxumaq vacib deyil, peşə alsan da bəsdir. Yəni sən ali təhsil alıb, əsas qardaşını oxudaq, qoy o ali təhsil alsın. Mən dedim ki, eybi yoxdur. İndi düzdür, istəyim var idi. Bura peşə liseyinə qoyublar. Bu da bir yolda, əslində bir istiqamətdir. Buradan peşəni alıb, attestat alıb, yenə də universitetə iş verə bilərsən də. Yəni ki, ruhdan düşmə, əgər bu istək səndə çox varsa edə bilərsən. Yəni bəzən biz bəhanələr də edirik, qurban mövqeyində də oluruq. Bu da bir əngəldir əslində. Yəni dəstək olmayanda bəzən biz yıxıla bilirik, amma düzdür, bu bir əngəldir, amma bu əngəldə biz aşa bilərik. Çox istəyimiz olanda bilin ki, hər şeyə nail olmaq mümkündür. Biz özümüzə sərhəd qoymağı bacarmalıyıq və biz o kimlər ki bizə əngəllər yaradır, onlarla da düzgün ünsiyyət qurub, öz istəklərimizi onlara çatdırmaq və dəstək almaqda israrlı olaraq özümüzü reallaşdırmaqla bağlı da nələrsə edə bilərik. Aha, və 6-cı, şuuraltı qadağalar. Burada inanclar daha çox olur. Misal üçün, o da ətrafdan qaynaqlanır, valideynlərdən qaynaqlanır, yaşadığımız mühitdən qaynaqlanır. Bəzən xanımlarda deyirlər ki, misal üçün, qadın sakit olmalıdır, qadın işləməz, önə çıxmaq təhlükəlidir, çox işləmək ayıbdır. Bu bizim şuuraltımızda artıq bizdə müəyyən bir qəliblərə çevrilir və biz ona görə irəli gedə bilmirik. Və ailədən gəlir dediyim kimi çox vaxt. Ona görə də bunlarla bağlı da mütləq işləmək lazımdır. Öz inanclarınızla bağlı çox texnikalar var. Bir kiçik texnikanı mən sizlə bölüşüm. Misal üçün yaza bilərsiniz. Pulla bağlı uşaqlıqda nələr eşitmişəm. Qadın olmaq haqqında nələr eşitmişəm. Uğur haqqında nələr eşitmişəm. Və bu eşitdiklərinizdən baxın görün burada sizə maniyə kimi hansı inanc gəlir? Bax, bunlarla bağlı işləyə bilərsiniz. Və deyin, bunlar həqiqətən mənim öz fikrimdirmi? Yoxsa kimlərdənsə eşitdiklərimdir ki, mən bunu öz şüur altımda dərinləşdirib inanc formasına salmışam ki, bu da mənə əngəl yaradır. Və 7-ci, ən sonuncu, plansızlıq. Plan hər bir reallaşmada bizim üçün çox yaxşı olar. Yəni, biz çox şey istəyirik, arzularımız çoxdur, amma bununla bağlı sistemimiz yoxdur. Motivasiyamız bəzən olur, amma disiplinimiz olmur. Disiplin önəmlidir, davamlılıq önəmlidir. Başda da bunu sizə dedim. Ona görə də özünüzü nə ilə bağlı reallaşdırmaq istəyirsinizsə də, əvvəl bununla bağlı bir sistem qurun özünüz üçün. Bir disiplin yaradın sonra bununla bağlı ki, məsəl üçün, mən özümü reallaşdırmaq üçün mənə nələr lazımdır? Bu addımlar lazımdır, ən kiçikdən başlayaraq. Və bunları mən necə həyata keçirə bilərəm? Öz həyatımı buna necə uyğunlaşdıra bilərəm? Atmalı gərəkən addımları hansı şəkildə ata bilərəm, hansı zamanda edə bilərəm, hansı dəstəkləri ala bilərəm, nələr mənim qaynaqlarımdır. Burada resurslar var, zaman resursları, maddi resurslar, mənəvi resurslar. Bunların hamısını əlimizdə olanları görmək lazımdır. Sonra bunları planlamaq lazımdır ki, hansını necə idarə edim ki, mən özümü düzgün şəkildə reallaşdıra bilim. Və bu planı quranda, bu disiplini quranda artıq biz bununla bağlı düzgün addımları da yavaş-yavaş atmaqla reallaşdıraraq özümüzü gözəl bir nəticələr əldə edə bilərik. Mikro addım texnikasını sizlə bölüşmək istəyirəm. Birinci deyirsiniz ki, mənim məqsədim nədir? Məqsəd çoxdur, arzu çoxdur. Bir reallaşdırmaq üçün bir məqsəd götürürsünüz. Və mən bu məqsədim üçün İlk atacağım 3 kiçik addım nələrdir? Ardıcıl olaraq götürürsünüz və bunları da yazandan sonra necə bu addımları atım? Bunları da yazırsınız və başlayırsınız həyata keçirməyə və beləliklə də disiplini də saxlamaqla siz o istədiyiniz yerə, o məqsədinizə yavaş-yavaş çata bilərsiniz. Özünüzə hər gün bununla bağlı zamanı ayıra bilərsiniz. Misal üçün, qarşınıza məqsəd qoyursunuz. Hə, mənim məqsədim budur. Bununla bağlı mən özümə hər gün 15 dəqiqə zaman ayırmalıyam. Bununla bağlı mən tutalım ki, nələrisə bilgi əldə etməliyəm, nələrisə bacarıq olaraq özümdə formalaşdırmalıyam və nələrisə tətbiq edərək nəticəsini görməliyəm. Mən ümumi olaraq sizə deyirəm, indi baxır orada sizdə nədir də, bax bununla bağlı.
Yəni bu əngəlləri özünüzdə görün. Baxın görün sizdə hansı var idi, hansıları gördünüz və bunlarla bağlı nələr edə bilərsiniz. Bu gün burada müəyyənləşdirin və mütləq hərəkətə keçin. Siz tənbəl deyilsiniz. Siz zəif də deyilsiniz. Siz bacarıqsız da deyilsiniz. Ola bilər ki, uzun müddətdir özünüzü unutmusunuz. Daha çox başqalarına diqqətinizi yönəltmisiniz. Bugün mən istəyirəm ki, siz artıq diqqətinizi özünüzə yönəldəsiniz. Özünüzü reallaşdırmaq üçün ilk addımı atasınız. Və bilin ki, siz dəyişsəz, ətrafdakılara da daha çox faydalı ola bilərsiniz. Özünüzü özünüz olaraq reallaşdıranda, o dediyim o hər bir sahələrdə, ətrafa da daha çox dəyər qata bilərsiniz. Birinci özünüzə daha çox faydalı olacaqsınız, sonra isə ətrafdakılara daha çox faydalı olacaqsınız. Özünüzü reallaşdırmaq başqa biri olmaq deyil. Əslində özünə geri qayıtmaqdır. İstəyirəm ki, siz artıq kimlər ki özündən gedib, biraz pis çıxdı, özünüzə geri qayıdasınız. Bugün burada danışdıqlarım sadəcə motivasiya deyildi. Bu sizin özünüzü xatırlamağınız üçün idi və unutmayın ki, siz arzuları olan insanlarsınız və insan yaşadıkça arzuları var. Siz yaradıcısınız, yaradıcı insansınız. O güc hər birimizin daxilimizdə var və biz həyatdan enerji almağı istəyirik, enerji verməyi istəyirik. Bu enerjini özünüzdə itirməyin, bu enerjinizi təkmilləşdirin, həm özünüzə, həm də sevdiklərinizə sərf edin. Oğlum mənə gül gətirdi. Ay, çox sağ ol. Baxın, mən buradan artıq özümə bir enerji aldım. Necə gözəl güllərdir. Sağ olun balalarım. Hə, bu da bizim bağlanışımız olsun. Çox sağ olun. Görürsünüz? O bayaq dedim, nələrdən enerji alırsınız. Bax, belə şeylərdən insan enerji alır. Gözəl ətri var. Mənim oğlum hər gün mənə belə güllər yığır gətirir. Qəşəngdir. Hə, bax belə, bugünkü webinarımızın demək olar ki, sonuna çatdıq. Elə vaxtında gəldilər onlar da. Heç planlasaydıq belə alınmazdı. İstəyirəm ki, siz də özünüzü reallaşdırmağa bugün burada söz verəsiniz. Mənə söz verəsiniz burada. Yazın burada ki, mən söz verirəm ki, bugündən özümü reallaşdırmağa qərar verirəm. Və bunun üçün ata biləcəyim ən kiçik addımı özüm üçün atacağım. Çox mutlu oldum. Çox xoşbəxt oldum. Hər gün bunu yaşayıram mən. Və çalışacağım qeydi saxlayın. Dinləyərsiniz, baxarsınız, özünüz üçün yenə də qeydlər götürərsiniz və tətbiq etməyə başlayarsınız. Can. Yaxşı, gəlirəm. Gəlirəm. Bir dəqiqə məni gözləyin. Siz orada yazın fikirlərinizi, gəlirəm. Gəl. Mən söz verirəm, yazmısınız bura, əla, nə gözəl, daha da gözəl nələr mümkün. Hansı sahədə özünüzü reallaşdırmağa söz verirsiniz? Məni başdan dinləyirdinizmi? Aha.
Bu arada əgər sizə özünüzü reallaşdırmaq tək çətin olacaqsa, bilirsiniz, yaşam koçu kimi mənim xidmətlərim var. Məndən seanslar ala bilərsiniz, marafonlarıma qoşula bilərsiniz. Mənim xüsusi meditasiyalarım var, onları ala bilərsiniz. Məsəl üçün bayaq dedim, ruhsal mənada özünü reallaşdırmaq, qadın enerjisi cəhətindən reallaşdırmaq. Bununla bağlı mənim çox gözəl meditasiyalarım var, marafonlarım var. Bunları ala bilərsiniz. Dəyişim marafonum var mənim. 7 günlük bir marafondur. Çox gözəl çalışmalar var burada. Orada da özünüzü reallaşdıra bilərsiniz. Hər gün kiçik çalışmalarla özünüzü reallaşdıra bilərsiniz. Sonra xüsusi coaching sessiyalar var. Bunlardan istifadə edə bilərsiniz. Yəni sizin üçün hansı uyğundursa da mənim xidmətlərimdən faydalana bilərsiniz. Hələ ki öz sahəmin axtarışındayım. Aha, elə bugündən o sualları özünüzə verin. Hə, get Murad qoyur, get Murad qoyur. O sualları özünüzə verin. Baxın görün mən necə faydalı ola bilərəm. Mənim hansı bacarıqlarım var. Bu bacarıqlarımı necə təqdim edə bilərəm. Nələr məndə çatmır. Təqdim etmək üçün hansı çatışmazlıqlar var. Bunları hardan öyrənə bilərəm. Və hansı işdə özümü reallaşdıra bilərəm. Bununla bağlı da sonra başlayırsınız plan qurmağa və bunları tətbiq etməyə. Buyurun, siz də sağ olun, təşəkkür edirəm. Və dəyişim marafonuna xanımları dəvət edirəm. Dəyişim marafonu 7 günlük marafondur. Hər gün maraqlı çalışmalar var, xüsusi meditativ çalışma, sual çalışması, fərqli texnikalar var ki, siz bunları tətbiq edə bilərsiniz. 7 gün ərzində müəyyən qədər özünüzlə bağlı addımlar atıb gözəl dəyişim əldə edə bilərsiniz. Bu mənim əvvəl etdiyim marafonlardan biridir. Hansı ki mən bunu bir neçə dəfə etmişəm. Xanımlar bu marafona qoşulublar. Çox gözəl də nəticələr əldə ediblər. Arzu edənlər bu marafona qoşulmaq üçün mənə yaza bilərlər. Qeydiyyatdan keçə bilərlər. Həmçinin qadın enerjisi ilə bağlı da mənim marafonum var. Qadın enerjisi marafonu. Bu da 7 günlük möhtəşəm bir marafondur. Orada çox möhtəşəm çalışmalar var, gözəl meditasiyalar var. Bunları da siz tətbiq edərək öz qadın enerjinizi balanslaşdıra bilərsiniz. Və yenə də mən sizin üçün yeni bir marafon hazırlayıram. Sizə yeni bir marafonumu təqdim etmək istəyirəm. Mən də varam marafonu. Mən də varam marafonuna da artıq qeydiyyatı açıq elan edirəm. Bu ilk dəfə keçirilən bir marafon olacaqdır. Bu 21 günlük bir marafondur. Bu marafona da qoşularaq özünüzü necə reallaşdıra bilərsiniz? Bununla bağlı addımlar ata bilərsiniz. Bir coach olaraq addım-addım sizi irəliyə aparacağım. Sizin yol yoldaşınız olacağım. Sizə tək addım atmaq çətindirsə də bu marafona qoşularaq siz də özünüzü reallaşdırmaq üçün o kiçik texnikaları, müəyyən sual çalışmalarını, fərqli təcrübələri özünüzdə tətbiq edərək gözəl nəticələr əldə edə bilərsiniz və siz də mən də varam deyə bilərsiniz. Özünüzü reallaşdıra bilərsiniz. Gəlin baxaq görək burada nələr olacaqdır. İstəyirəm bunu mən sizə çatdırım. Bu marafon, mən də varam marafonunda sizlərə nəyi təqdim edəcəm? Kimlər üçün maraqlıdır bu marafonlar, özlərində işləmək? Aha. Mən də varam marafonu ilə bağlı sizə məlumat vermək istəyirəm. Bu, özünü unutmuş xanımların yenidən özünü seçmə yolu olacaqdır. Marafonda nələr olacaqdır? Özünü başqalarının içində itirmiş xanımlar öz yolunu tapa bilər bu marafonda. Bu, hər kəs üçün yaşayıb öz arzularını ertələyən, öz ehtiyaclarını susturan, mənim üçün sonra olar deyə özünü unudan qadınlar üçündür. Bu marafon sən də varsan deyəcək sənə. Sənin hisslərin də, arzuların da, yorğunluğun da, həyatın da əslində önəmlidir. Hayca. Hə. Çox sağ olun. Bəli, dinləyirəm. Və marafonda siz özünüzü ön plana qoymağı öyrənəcəksiniz.
Marafonda 21 gün öz üzərinizdə işləyəcəksiniz və sonda artıq mən də varam duyğusunu yaşaya biləcəksiniz. Necə ki özünüzü artıq reallaşdırmaq üçün gözəl addımlar atacaqsınız. Bu marafona da qoşulmaq üçün mənə yaza bilərsiniz, qeydiyyatdan keçə bilərsiniz. Marafon tezliklə başlayacaq, elanı da paylaşacağam. Qoşulub özünüzü reallaşdırmaq üçün gözəl addımlar ata bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Bugün məni dinlədiyiniz üçün təşəkkür edirəm. Baxın, görürsünüz ki, mənim övladım olduğu halda, yanımda olduğu halda mən mükəmməli axtarışında deyiləm. Onunla birlikdə mən sizə fikirlərimi çatdırıram. Özümü bu şəkildə sizin qarşınızda reallaşdırıram işimlə bağlı. Hər birinizi burada məni dinlədiyiniz üçün sizə təşəkkür edirəm hər birinizə və sizləri mənim xidmətlərimdən faydalanmağa dəvət edirəm. Hər birinizə uğurlar arzulayıram. Bugün burada olduğunuz üçün sizi təbrik edirəm. Çünki artıq burada siz nələrisə özünüzdə dəyişmək üçün qərar verdiniz. Uğurlar, sevgilər. Bu günlər də sizin üçün. Özünüzü reallaşdırmağı arxa plana qoymayın. Özünüzü arxa plana qoymayın. Özünüzü reallaşdırın. Mütləq hansısa sahədə özünüzü reallaşdırın. Siz dəyərlisiniz. Siz ən gözəl sevgiyə layiqsiniz. Oğlum deyir ki, dur oturma. Yaxşı, durdum, oturmuram. Sağ olun, sevgi ilə qalın.